İndi isə Power BI-da cədvəllər arasındakı əlaqələrin daha iki vacib xüsusiyyəti ilə tanış olacağıq. Bunlardan birincisi cross filter direction-dır. İkincisi isə active və inactive relationship. Daxil olaraq birinci manage relationship-ə və bir əlaqəni seçirəm, edit edirəm. Bu hissədə cross filter direction bölməsi var. Bu parametr filtrlərin cədvəllər arasında hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirir. Single və boss olmaqla iki dənə seçimi var və bizim modelimiz hal-hazırda single-a uyğundur. Single-la başlayaq. Bunu seçdikdə filtr yalnız bir istiqamətdə ötürülür. İndi biz modelimizdə buna uyğun nümunə göstərək. Report view-a daxil oluruq və burada bir slicer əlavə edeyim və bir də kart vizual əlavə edirəm. Məsələn, customers cədvəlindən country əlavə eləyək. Sales cədvəlindən də sales amount əlavə eləyək. Bizim hal-hazırda single olduğu üçün, məsələn, burada Azərbaycanı seçsəm, gördüyünüz kimi customers cədvəlində bir filtr verirəm və sales cədvəlində ona uyğun nəticə görünür. Məsələn, Almaniya seçsəm, ona uyğun nəticə görünəcək və s. Bu tək tərəflidir. Yəni, sadəcə customers cədvəlinə filtr tətbiq edirəm. Biz gəlib buradan bunu boss etsək nə baş verəcək? O zaman bu olduğu kimi qalacaq və bundan əlavə biz sales cədvəlində hər hansısa bir sütuna filtr tətbiq etsək, onun nəticəsində customers cədvəlində ona uyğun nəticə görünəcək. Yəni, hər iki cədvəli qarşılıqlı şəkildə filtrləyə bilərik. Yəni, boss etsək, bu şəkildə hər iki istiqamətə filtr gedəcək. Lakin bu seçim mürəkkəb modellərdə istifadə olunur. Əksər hallarda elə single seçimi daha məqsədə uyğundur. Çünki model həm sadə olur, performansı da yüksək olur və istənilməyən, gözlənilməz filtr nəticələrinin də qarşısını alır. Yəni bizim hazırladığımız model də single-a uyğundur. Ona görə də dəyişmədim və saxladım. İndi isə növbəti parametrə baxaq. Aktiv və inaktiv relationship-ə. Biz əlaqənin aktiv olub olmadığını üç yerdən görə bilərik. Məsələn, birincisi manage relationship-ə daxil oluram və editdən həmin bu edit pəncərəsində əgər burada işarə varsa, deməli bu aktiv əlaqədir, yoxdursa passiv əlaqədir. Birincisi buradan baxa bilərəm. İkincisi, həmin bu manage relationship səhifəsində həmin əlaqənin qarşısında status sütunu var və burada aktiv və passiv olduğunu görə bilərəm. Üçüncüsü isə model view pəncərəsi açılır və burada cədvəllər arasında biz xəttlər görürük bu şəkildə. Əgər bu xəttlər tamdırsa, deməli bu aktiv əlaqədir. İndi biz bunu passiv edək və gördüyünüz kimi bizdə düz xətt qırıq-qırıq xəttlə əvəz olundu. Yəni, qırıq-qırıq xətt olarsa passiv, düz xətt olarsa aktiv olur. İndi bir, məsələn, satış cədvəlimiz var, təsəvvür eləyək və orada order date və ship date adlı iki dənə tarix sütunumuz var. Bu iki tarix sütununu biz başqa bir date cədvəli əlaqələndirmək istəyirik. Amma belə bir qayda var ki, iki cədvəl arasında sadəcə bir aktiv əlaqə saxlaya bilərik. Məsələn, həm ship date-i, həm də order date-i date cədvəlimizdə, yəni başqa bir cədvəldəki sütunla əlaqələndirsək, sadəcə bir aktiv əlaqəmiz olacaq. İndi isə digər passiv əlaqəni istifadə etmək istəsək, indi DAX keçəndə orada keçəcəyik. Use relationship funksiyası var ki, bu müvəqqəti olaraq passiv əlaqəni aktiv kimi göstərir. Sadəcə bu merge falan istifadə etdikdə görünür. İndi isə bizim hazırda burada əlaqəmizi aktivləşdirək və keçid edirik bu tərəfə. Bu hissədə
hazırda aktivdir. Məsələn, Avstraliya seçsək, gördüyünüz kimi dəyişir. Bunu bilirdik. İndi gəlib burdan əlaqəni passiv edirəm və keçid edirəm report view-a. Buradakı dəyəri yenidən əlavə eləyim. Eyni dəyər göründü. Sadəcə biz burada məsələn Kanada seçsək, artıq heç bir dəyişiklik olmadı. Çünki aktiv deyil. Hal-hazırda əlaqəmiz passivdir. Passiv olduğuna görə də filtrlənmə zamanı digər cədvələ təsir etmir. Və biz gəlib burdan bu əlaqəni məsələn sağ düyməni basıb da silə bilərik və ya edit pəncərəsindən də menecер pəncərəsindən də silə bilərik. Bunu silsək, gördüyünüz kimi biz customers və sales arasındakı əlaqəni sildik. Və bu customers cədvəlində yenidən gəlib bunu silək, burada əlavə eləyək. Və customers cədvəlində gəlib yenə Azərbaycanı seçsəm, heç bir dəyişiklik olmayacaq. Və buradan belə bir nəticəyə gəlirik ki, əgər bizim əlaqəmiz aktivdirsə, o zaman filtr zamanı digər cədvələ təsir edəcək. Əgər əlaqəmiz passivdirsə və ya əlaqəmiz yoxdursa, o zaman filtr zamanı digər cədvələ təsir etməyəcək. Yəni passiv əlaqə modeldən silinmir, sadəcə hesablama və filtrləmə zamanı avtomatik olaraq istifadə olunmur. Bu şəkildə aktiv və passiv əlaqənin fərqini də bilmiş olduq.